Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bugün sizinlə Şahin İbrahimovun Respublika Fənn müsabiqəsinə hazırlıq kitabından növbəti 14-cü sınağın izahını bölüşürəm. Deməli, birinci suala diqqət yetirək, uyğunluğu müəyyən edin. Bürünc və latun deməli qarışıqları verilmişdir və düzgün olan cavab variantlarını uyğun olaraq yerləşdirək. 1, 2, 3. Deməli, homogen qarışıqdır. Həm bürünc, həm latun homogen qarışıqdır. 2 uyğun gedir A variantı. Heterogen qarışıqdır. Heç biri. Tərkibində mis var. Hər ikisinin tərkibində mis var. Bürüncün tərkibinə mis qalay daxildir. Latunun tərkibinə mis sink. Deməli, C hər ikisinə aiddir. Daha sonra tərkibində qalay var. Bu variant uyğundur. Deməli, tərkibində qalay var bürüncə. Bürüncün tərkibi mis və qalaydan təşkil olunub ona görə. Latunun tərkibində sink daxildir. 3-ə Y. Düzgün cavab variantı A variantı. İkinci sualın izahına baxaq. 3 şəkil verilmişdir. Qazlı su, polad və xörək duzu su qarışığı. Deməli, bildirilir ki, ümumi olan nədir? Biz bilirik ki, A variantı emulsiyadır, yanlışdır. Emulsiya maye qarışığı müxtəlif cinsli olsun. B variantı suspenziyadır. Xörək duzu su suspenziya deyil, eyni cinsli qarışıqdır. Müxtəlif cinsli deyil. Saf maddədir, yanlışdır. Saf maddənin formulu olur. Məsələn, xörək duzu su, qazlı su və yaxud da poladın formulu yoxdur. Düzgün cavab variantı D variantı. Hər üçü homogen qarışıqdır. Üçüncü suala baxaq. Üçüncü sualda hansı izotoplar vasitəsilə yer kürəsinin yaşı və canlı orqanizmlərin ölmüş qalıqlarının yaşı təyin etmək olur? Bu məlumat 7-ci sinif kitabında verilib. Düzgün cavab variantı D variantıdır. Uran 238 izotopu, karbon 14 izotopu. Dördüncü suala baxırıq. Hansı maddələrin suda həll olması Porşen bir vəziyyətindən 2 vəziyyətinə gətirdikdə artır? Deməli, suda həll olması artırsa, diqqət yetirək. Deməli, burada təzyiq təsvir olunubdur. Qaba müəyyən təzyiq olunur. Deməli, həll olma artır. Bir vəziyyətindən 2 vəziyyətinə təzyiq artdıqda həll olması artır. Deməli, qaz halında maddə olmalıdır. A variantına diqqət yetirək. Natrium xlor tərkibində metal var, bərk haldadır. C bəndə glikoza C6H12O6, glikoza bərk haldadır, şəkər, yəni karbohidratdır. D variantına diqqət yetirək. Natrium hidrokarbonat, onun da tərkibində metal var, yəni avtomatik bərk haldadır. B bəndə H-xlor, hidrogen xlorid qaz halındadır. Ona görə də düzgün cavab variantı B variantı. Deməli, üçüncü suala baxaq. Bizə suyun həcmini verib 200 ml. Su ilə stəkanın bir yerdə isə kütləsi deməli 240-dır. Əgər su ilə stəkan bir yerdə 240-dırsa, su 200-dürsə, deməli burada 40 stəkandır. 40 stəkandır. 40 qram stəkanın kütləsidir. Və bizə şərtdə bildirilir ki, 100 ml suda həll olma qabiliyyəti 25-dir. Və şərtdə 200 verilib. 200 qram suyun həcmidir. 200 qram suda nə qədər maddə həll olunacaq? X bərabərdir 50 qram maddə həll olunur. Deməli, stəkan özü 40-dır. Stəkan 40. Deməli, stəkan 40-dır. 50 qram həll olan maddə. 50 qram həll olan maddə. 50 qram və suyun kütləsi isə 200. 250 üzərinə gəlsin 40. 290 stəkanla suyun, yəni məhlulun bir yerdə kütləsidir. Məhlulla stəkanın bir yerdə kütləsidir. Əslində 290 olmalı idi, amma 285 olub. Deməli, burada neçə qram? Yəni duz itkiyə gedibdir, belə 5 qram. 290 çıxılsın, 285 bərabərdir 5 qrama. 5 qram da ümumi bizdə burada həll olan maddə 50 qram idi. Onun 5 qramı deməli xətaya oxuyubsa 5 bölünsün 50 vurulsun 100 bərabərdir 10%. Düzgün cavab variantı A variantı. 6-cı suala diqqət yetirək. Hansı maddə su ilə qarışdırıldıqda homogen qarışıq əmələ gətirir? Deməli, A variantı kükürt bərk haldadır, suda həll olmur. Həll olmursa homogen qarışıq əmələ gətirə bilməz.
B variantı tabaşır, suda həll olmur. Həll olmursa, deməli homogen qarışıq əmələ gətirmir. C variantı qum bərk haldadır və suda həll olmur. Heterogen qarışıq əmələ gətirir. D variantı etanol spirtdir. Etil spirtin digər adı etanoldur. C2H5OH yazılır. Deməli, spirt bildiyimiz kimi suda həll olur və homogen qarışıq əmələ gətirir. Düzgün cavab variantı D variantı. 7-ci suala baxaq. Deməli, bizə bildirilir ki, bir molekul, biz demişdik ki, molekul mol sayı bir-birinə bərabərdir və elementin, deməli, birləşmənin olsun, element olsun, əmsalında, yəni qarşısında yazılır. Bir molekul P4, yəni ağ fosfor. 4 molekul isə ozon. Ozon O3-dür. Deməli, O3 yazılır. Molekul sayı 4 molekul ozon, yəni qarşısında 4 yazırıq. Atom sayı. Fosfor 4, 1 molekul olduğuna görə 4 vurulsun 1, 4 atom. Oksigen 4 molekuldur, 3 atom. Yəni 1 molekul oksigende 3 atom var. 4 molekulda 4 vurulsun 3, 12 atom olur. Nisbətinə diqqət etirsək isə 4 ixtisar gedir 4-ə 1 dəfə, 12 4-ə 3 dəfə, 1 3 nisbətində. Düzgün cavab variantı A variantı. 8-ci suala baxaq. 8-ci sualda bizə bildirilir ki, dəmir 3 sulfatda olan qeyri-metal atomlarının sayının cəmi. Bildiyimiz kimi dəmir metaldır. Kükürt və oksigen isə qeyri-metaldır. Və bu mötərizədə SO4 mötərizədə yazıldığına görə mötərizənin indeksində yazılan 3 mötərizənin daxilindəki hər bir elementin atom sayına vurulur. Kükürddən gördüyümüz kimi 1 atomdur. İndeksi isə 3. Mötərizədəki 3 hər ikisinə aiddir. 1 vurulsun 3, yəni 3 kükürt atomu. Oksigen burada 4 atomdur. Mötərizənin xaricində 3 yazılıb, yəni 4 vurulsun 3, 12 atomda oksigen var. Cəmi 3 üzərinə gəlsin 12, 15 atom qeyri-metal atomu var. Düzgün cavab variantı C variantı. Keçək növbəti 9-cu sualın izahına. 9-cu sualda bizə allotropi şəkilləşmələr vermişdir. Ozon, yəni O3, floren, bir də qara fosfor. Deməli, bildiyimiz kimi ozon oksigenin allotropi şəkilləşməsidir. Biri uyğun gedir B variantı. Floren karbonun allotropi şəkilləşməsidir. 2 uyğun gedir A variantı. 3 qara fosfor. Fosfor isə bildiyimiz kimi qara fosfor fosforun allotropi şəkilləşməsidir. Düzgün cavab variantı B, A, Y, A variantı. Keçək 10-cu suala. 10-cu suala diqqət etirək. Maye yanacaqlara aiddir. A variantına diqqət etirək. Metan qaz halındadır. B variantına diqqət etirsək, kömür bərk haldadır. D variantına diqqət etirək, kömür bərk haldadır. Düzgün cavab variantı C variantı, mazut və benzin.